Salam, bugün çox maraqlı və bir o qədər də dramatik bir mövzuya toxunacağıq. Azərbaycanın sovetləşdirilməsi. Amma bu, adi bir işğal hekayəsi deyil. Bu, dost maskası altında həyata keçirilən bir işğalın hekayəsidir. Gəlin bir anlıq düşünək. Bir ölkəni, özünü onun dostu adlandıraraq necə işğal etmək olar? Çox qəribə səslənir, elə deyilmi? Amma baxın, 1920-ci ilin yazında bu sual gənc Azərbaycan Xalq Cumhuriyyəti üçün acı bir reallığa çevrildi. Gəlin birlikdə zaman maşınına minək və 1920-ci ilin əvvəlinə gedək. Təsəvvür edin, cəmi 2 ildir ki müstəqilliyini qazanmış gənc bir respublika var. Azərbaycan Xalq Cumhuriyyəti, yəni AHC. Amma şimal sərhədlərində çox güclü, nəhəng bir qonşu peyda olub. Bolşevik Rusiyası. Və vəziyyəti daha da mürəkkəbləşdirən bir məqam var idi. AXC-nin ordusunun əsas döyüşkən hissəsi o vaxt Qarabağda idi, erməni qüvvələri ilə gedən döyüşlərdə iştirak edirdi. Bu nə deməkdir? O deməkdir ki, şimal sərhəddi, yəni əsas təhlükənin gəldiyi yer, demək olar ki, tamamilə müdafiəsiz qalmışdı. Və məhz bu boşluq sonradan baş verəcək faciəvi hadisələr üçün, necə deyərlər, qapını açıq qoydu. Əlbəttə, bolşeviklərin çox dəqiq və hiləgər bir planı var idi. Və bu planı həyata keçirmək üçün xüsusi bir qüvvə ayrılmışdı. Onların məşhur 11-ci Qızıl Ordusu. Deməli, bu 11-ci Qızıl Ordu o dövrün ən modern texnikası sayılan zirəhli qatarlarla yalama stansiyasını keçərək Azərbaycan ərazisinə daxil oldu. Və ən heyrətamiz tərəfi odur ki, onlar demək olar heç bir müqavimətlə üzləşmədilər. Elə bir sanki bir parada gəlirdilər. Birbaşa paytaxt Bakıya doğru. Amma gəlin aldanmayaq. Bu adi bir hərbi yürüyüş değildi. İşin bütün mahiyyəti onların taktikasında, yəni hiləsində gizlənirdi. Onlar irəlilədikcə qarşılarına çıxan hər kəsə, hər postaya eyni mesaj ötürürdülər. Mesaj isə çox sadə və aldadıcı idi. Narahat olmayın, biz dost bir ordu kimi gəlirik, sizə heç kim toxunmayacaq. Əslində isə bu sözlər yaxınlaşan işğalı pərdələmək üçün düşünülmüş bir yalandan başqa bir şey değildi. Və təəssüf ki, bu dostluq mesajı işə yaradı. Çaşqınlıq içində olan Azərbaycan hərbi hissələri demək olar ki, heç bir müqavimət göstərmədi. Nəticədə, gənc bir respublikanın taleyi cəmi bir neçə saatın içində həll olundu. Hadisələr o qədər sürətlə cərəyan etdi ki, inanmaq çətindir. Baxın, aprelin 27-sində 11-ci Qızıl Ordu işğala başlayır və cəmi bir gün sonra, aprelin 28-də Azərbaycan Xalq Cumhuriyyəti sükut edir. Elə həmin gündə onun yerində dərhal yeni bir quruluş elan olunur. Azərbaycan Sovet Sosialist Respublikası. Yaxşı, bəs bu Sovet sözü nə deməkdir əslində? Bu söz rus dilindən gəlir və mənası şura deməkdir. Yəni, yeni hökumətə şura hökuməti deyirdilər. Bunun mənası nə idi? O deməkdir ki, hakimiyyət artıq xalqın seçdiyi parlamentin əlində deyil, nəzəri olaraq fəhlələrdən və əskərlərdən ibarət şuraların əlində cəmləşirdi. Praktikada isə bu hakimiyyətin tamamilə bolşeviklərin əlinə keçməsi deməkdir. Yəni, bütün idarə etmə sistemi kökündən dəyişdi. Sovetlərin hakimiyyətə gəlməsi ilə ölkədə hər şey, sözün əsl mənasında hər şey dəyişməyə başladı. Və bu dəyişikliklər, yumşaq desək, heç də xoşa gələn deyildi. Əksinə, çox sərt və amansız bir dövr başlayırdı. Bu dəyişikliklərin bədəlini isə təbii ki, adi insanlar ödədi və bu bədəl çox ağır oldu. Düşünün, minlərlə insan, xüsusilə də AHC hökuməti ilə zərrə qədər əlaqəsi olanlar, ziyalılar, imkanlı şəxslər bir gecədə hər şeyini itirdi. Onlar öz evlərindən, yurdlarından didərgin salındı, repressiya maşınının dişliləri orasında əzildi. Bolşeviklərin yürütdüyü siyasətin məqsədi çox aydın idi. Mərkəzi, yəni Moskvanın nəzarətini gücləndirmək və Azərbaycanda milli olan hər şeyi sıradan çıxarmaq. Nələr baş verdi? Baxın, varlıların bütün şəxsi mülkiyyəti əllərindən alındı. Ölkənin canı olan fabriklər, zavodlar, torpaqlar hamısı milliləşdirildi, yəni dövlətin nəzarətinə keçdi. Fərqli düşünən, siyasi rəqib sayılan hər kəs uzaq Sibirə sürgün edildi. Və ən ağırlısı, bütün dinlər qadağan olundu, məscidlər və kilsələr bir-birinin ardınca bağlandı. Bütün bunların nəticəsi nə oldu? Nəticə o oldu ki, Azərbaycanın böyük ümidlərlə, çətinliklə qazandığı müstəqillik əlindən alındı. Ölkə faktiki olaraq yenidən Rusiyanın bir əyalətinə, bir quberniyasına çevrildi. Amma sizcə, Azərbaycan xalqı bütün bunlarla barışdı? Əlbəttə ki, yox. Bu işğal və repressiyalar cavabsız qalmadı. Çox qısa bir müddət sonra ölkənin fərqli bölgələrində Sovet hakimiyyətinə qarşı müqavimət ocaqları alovlanmağa başladı.
Və bu müqavimət hərəkatları arasında biri vardı ki, o həm ən güclüsü, həm də ən mütəşəkkil idi. Söhbət 1920-ci ilin may ayında Azərbaycan Xalq Cümhuriyyətinin ilk paytaxtı olan Gəncədə baş verən üsyandan gedir. Bu sadəcə bir etiraz deyildi. Üsyançılar süqut etmiş respublikanın üç rəngli bayrağını yenidən Gəncə səmasında dalğalandırdılar. Bu əsl bir azadlıq çağırışı idi. Bəs bu üsyanda kimlər iştirak edirdi? Üsyana Azərbaycan Milli Ordusunun təxminən 200 cəsur zabiti rəhbərlik edirdi. Onların çağırışına isə təxminən 20 min insan səs verdi. Düşünün, 20 min insan. Bunların arasında həm keçmiş əskərlər, həm də silaha sarılan adi vətəndaşlar var idi. Hamısı bir amal uğrunda birləşmişdi. Azadlıq. Üsyanın ilk günləri çox ümidverici idi. Üsyançılar cəsarətli bir həmlə ilə Gəncədə yerləşən bütün bolşevik qarnizonunu tərsilah etməyi bacardılar. Şəhər azad edilmişdi. Lakin təbii ki, Sovet komandanlığı bundan dəhşətli dərəcədə təşvişə düşdü. Onlar dərhal Gəncəyə əlavə qüvvələr, o cümlədən 4 zirhehli qatar göndərdilər. Qüvvələr nisbəti kəskin şəkildə dəyişdi və amansız döyüşlər başladı. Təəssüf ki, üstün qüvvələr qarşısında üsyançılar tab gətirə bilmədi. Üsyan amansızcasına qanla yatırıldı. Amma faciə bununla bitmədi. Üsyandan sonra kütləvi cəza tədbirləri başladı və bu repressiyaların bir hissəsi olaraq Azərbaycan Xalq Cümhuriyyəti ordusunun 12 generalı güllələndi. Bütün bu hadisələrə baxdıqda adamın ağlına istən-istəməz bir sual gəlir. Bəs Gəncə üsyanı niyə məğlub oldu? Onun qələbə qazanması üçün nə çatışmırdı? Bəlkə də xarici dəstək yox idi, yoxsa daha yaxşı silahlanma, daha yaxşı təşkilatlanma lazım idi. Bu, həqiqətən də tarixçilərin bu günə qədər cavab axtardığı çox mühüm bir sualdır. Beləliklə, gəlin yekunlaşdıraq. Dost libasında sülh vədləri ilə gələn bir işğal Azərbaycanın müstəqilliyini düz 70 il müddətinə əlindən aldı. O an üçün azad respublika arzusu sanki söndürüldü. Lakin Gəncə üsyanı kimi hadisələr bir daha sübut etdi ki, bir xalqın azadlıq ruhunu tamamilə məhv etmək mümkün deyil. Bu ruh sadəcə külləri altında gizləndi və 10 illiklər sonra yenidən daha güclü bir şəkildə alovlanmaq üçün öz vaxtını gözlədi. Bu mövzunu bizimlə araşdırdığınız üçün təşəkkürlər.